Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə və Fumigasiya Zərərsizləşdirmə Mərkəzinin Beyləqan şöbəsi tərəfindən rayonun Mayak qəsəbəsi ərazisində yerləşən meyvə bağlarında karantin zərərvericilərinə qarşı tədbirlər həyata keçirilir. Aşkarlanan əsas zərərverici tut qalxanı yastıcasıdır. Bu zərərverici 350-dən çox bitki növü ilə qidalanır və meyvə bağları ilə yanaşı bir illik tərəvəz bitkiləri üçün də ciddi təhlükə yaradır. Zərərvericilərin qarşısının vaxtında alınması məqsədi ilə ərazilərdə mütəmadi müşahidələr aparılır. Eyni zamanda fermerlər tərəfindən daxil olan müraciətlər əsasında dərhal müvafiq ərazilərə baxış keçirilir və zərərverici aşkarlanan sahələrdə operativ şəkildə dərmanlama tədbirləri görülür. Hazırda mübarizə tədbirlərində əsasən deltametrin tərkibli preparatlardan istifadə olunur. Dərmanlama aparılan bağ və ərazilərdə xəbərdarlıq məqsədi ilə xüsusi bildiriş lövhələri də quraşdırılır. Biz mütəmadi olaraq ərazilərdə apardığımız müşahidələr nəticəsində və hətta fermerlərin özü bizə müraciət etdikdə, karantin zərərverici və alaqotları olduqda biz həmin anda mərkəzə rəsmi qaydada ərizə formasında müraciət olunur və zərərvericiyə qarşı mübarizə aparılır. Fermerlər də belə tədbirlərin əhəmiyyətli olduğunu bildirir. Bunlarda hardasa xəstəliklər, müəyyən şeylər hiss edəndə Beyləqan rayon Bitki Mühafizə İdarəsinin, Mərkəzinin idarəsinin rəhbərinə müraciət edirik. Onlar da sağ olsunlar, dərhal reaksiya verirlər, gəlib bizim bağa ziyan verən ziyancılardan bizi azad edirlər. Bax, bunların hesabına gözəl məhsul əldə edə bilirik. Fermer olaraq bugünkü tədbirlərin həyata keçirilməsində, yəni karantin zərərvericilərinin nəzərə çarpacaq dərəcədə bağlarda özünü göstərilməsi nəticəsində kimyəvi mübarizənin həyata keçirilməsində Beyləqan rayon bitki mühafizəsinin işçiləri dərhal bizim çağırışımıza reaksiya verərək kimyəvi mübarizənin aparılmasında mütəmadi iştirak edirlər. Belə zərərvericilərə qarşı effektiv mübarizə üçün bağlarda budama işlərinin vaxtında aparılması, alaq otlarının təmizlənməsi və ümumi agrotexniki qulluq qaydalarına əməl olunması vacibdir. Bəzi qabaqaltı həşəratlar qış mövsümündə ağacların qabıqları altında gizləndiyindən onlara qarşı emulsiyalardan istifadə edilməlidir. Kimyəvi mübarizə tədbirləri zamanı isə diameton tərkibli preparatlar tətbiq olunur. Elvin Qudrətov, Aydın Yavərzadə, Bugün informasiya proqramı üçün.